Azərbaycandan gələn, ondan sonra hansı kimsənin oyunbazlığı ilə gələn, hansı etnik qruplar, nə ay Kürd gələcək, ay Kürd əzizdir, Kürd qəhrəmandır, Kürd aynən zəncini azadi gətiribdir, bilir. Belə şeylər bağlamaz. Bu oyunlara, bu türk allanmaz, allanmayacaq da. Ay hansı bir dəstə qrup gəlir, bunlar ay hansı komünist qrup gəlir, day demək ki, ədalət əleyhini düzəldəlir. Nə ədaləti əleyhi? Nə ədaləti? Dövlət olar, dövlətin qanunları. Dövlətin qanunları olar. Rifah dövləti başqa bir şeydir. Sosial ədalət başqa bir şeydir. Dalı qalmış adam yerinə gəlib ədalət gətirəcək. Hərə də özünə bir dənə öndər çıxardır. Hərə də özü gəlməmişdən bir dənə fəqih usul idarəsi, bir dənə Xomeynini gətirir. Şura bax, ağla bax bunlarda. Azərbaycanda bu olmayacaq. Niyə? Bunu hamısı da bilirlər ki, bu Azərbaycanın güneyində bir əjdaha var. Bu əjdaha da demək şapalağın birini Urumiyədə göstərdi. Bunların hamısının ağzına çəkdi birdən-birə millət öhrə verdi. Hara qaçdınız bə, Kürtlər? Hara qaçdınız bə? Və nə oldu orada demək ki, o İmam Cüməonun dəstələri ağac-mağac sıfatmışdı, əlini gəlmişdi dirildə filan eləyə. Və nə oldu? Şuaruzla qatışdı, istəyizdə çalışdınız milləti özünüzü qatışdırasınız. Amma o bozqurt qaldıranlar gözü çıxartdı. Bu ya Allah, Bismillah, Allahu Ekber bozqurdu deyil. Bu top türkü bozqurdudur. Bu qaqavuzdan tutmuş o duvarın dibindən, o Uyğurdan üzü bəri 300 milyon türkün bozqurdudur. Bunu dünya da bilir, bunu da hamı da bilir. İnkarcılıq bu da mövqeyi ilə çıxış edirlər. Amma Urumiyə bunun bir parçasıdır. Buyurun Təbrizə gəlin. Buyurun Ərdəbilə gəlin. Görün nə olacaq? Keçdi o Sulduz hadisələri, gələcək ondan Xumeynini, demək ki, qumda demək, tumarlayacaq o saqqalın, o Abdurrahman Qasimlu, sonra keçəcək bir anda Azərbaycan demək ki, qırıb dağıdacaq. Silahları oradan götürəcək və indi də bu proje budur, Sayın Araz bəy. Gəlin Azərbaycanda bu milləti yuxuya verək, göstərək ki, demək, Urumiyədə, ondan Bakıda, ondan çeşidli yerlərdə, hətta Zancandan üzüb yana hamısı deyirlər. Day demək, Kürdümüş, siz dediniz, olar bəyər. Olası bir şey deyil. Və əgər bu cür geçsəz, kiçik yeriz qulağınız olacaq. Qulağınız olacaq. Bunu Kremlində Əbülfəz Elçibəy elçisinə deyir. Ey tarixi yazın, imzanı atın, hansı zaman o Rus saldatı hansı saatdə oradan çıxacaq. Əgər çıxmasaz Bakıya qaydaran milləti meydana çağıraram, orada olan Rusların böyükçəsi qulaqları olacaq. Və belə getdilər, Qalanquların da İlham Əliyev belə hesab kitabları verdi olduqlarına, IQ ilə gəlirdilər Qarabağa, yerləşirdilər, pasport çıxardırdılar, Vardaniyan gətirirdilər. Vardaniyan oturub indi Bakıda, o zindanda prezident demişkən çayın içir. Amerika deyib, bırax onu, Rusiya deyib, Putin deyib, mənə görə bırax da deyib, hey, zindanda oturmalıdır. Prezident olur diyor birisi. Gördülər dövlətin gücü yəninə, dövlətin yumruğu nə? Azərbaycan bu Azərbaycanın kiçiyi. İndi əsas Azərbaycanı, böyük Azərbaycanı, 40 milyon Azərbaycanı dostlar da görməlidirlər. Görməlidirlər dostlar. Qəndildən ənən cinayətkar Kürdi keçə bilməməlidir duvarın bu üzünə. Duran Xalqandan, Sarı İlandan keçib oturublar Urumiyənin kənarında. Oradan da demək ki, raconlar kəsirlər. Türkiyəyə qarşı. Amma Türkiyə görməlidir. Sənin böyük gücün buradadır. Böyük gücün buradadır. Təbrik çığırırsan Türkiyəyə. Bir önemli konumuz da var. Bu Trump'ın İran'a bu məktub yazdığı və ondan sonra baş verən olaylar. Bu Kürt məsələsi mən belə düşünürəm. Yəni görünən doğdu bir propaganda kimi bir şeydir. Yəni bu Güney Azərbaycanda çox ciddi bir şey deyil. Bəli, ciddiyə almalı. Sayın Araz bəy, çox ciddidir. Çox ciddidir. Gözümüzün qabağında hadisələr var. 200 ili biz bunları tanıyırıq. Və bu projəni ki, mən sizə söylədim, o demək ki, sizə elə bilirsiniz ki, Amerikalılar Türkiyəyə yalvardı Ecevitə, bu cinayətkar, bəbəh qatili bu hocalarını diri saxlayın, boşuna saxlayıblar. Sonra bunlara da dedi ki, önlərinizi diri saxlatdırdıq və bu günləri çıxırlar da, elə deyil. Proje demək ki, çox təhlükəli projədir. Seyid Əli ilə İran tuturlar və burada demək ki, bir dənə özrək bir Kürt dövləti yarada bir Şırımda, Azərbaycanda yox. Türkiyədə də böyük Türkiyə Cumhuriyyəti dövləti buna izin verməyəcək. İmkansız. Biz də, bizim millətimiz də Kərkükdə mənim türkümü sən demək ki, gözüm sıxdıya salıbsan. Suriyədə 7 milyon türkün varlığını inkar edirsiniz. Gəlirsiniz Azərbaycanın güneyində. Burada demək ki, at oynadasınız, Klaşnikov oynadasınız. Eləncədə öyrər keçirdir.
Olası bir təhlükəli bir şeydir. Elə buyurduğunuz o Trump projesinin arkasında biri budur. Ay bunlar seçilmiş millət gətiririk, Kürdü gətiririk burada. İkinci İsrail kimi sekular dövlət yaradan. Aparın ayrı yerdə yarat, Teksasda yarat. O da Mısır deyildi. O da Sina çöllərində yaradı. Azərbaycanda, Urumiyədə çox mədəni şəkildə, demokratik şəkildə bizim o gənc qızlar, əziz balalarımız göstərdilər ki, bax bunun dalı gələcək. Bu Türk tokatıdır, Türk şapalağının dalı gəlir. Urmu açıkçası böyük bir tarixi dərs verdi. Hem Kürtlər, hem rejime. Bu dersi Kürtlər bundan önce de almışlar. Elə Suduz olaylarında da bu dersi almışlar. Maalesef demek almayıbmışlar bu dersi. Ama Urmu meselesi ciddi bir benim nəzərimə mesaj verdi Kürtlərə. Elə opozisyonun özünə, rejimin özünə ki, bu prosesanı siz dediniz kimin qabağa aparanda bu bir proses dəçindir. Mən Özdə, Sayın Araz bəy, özəlliklə bir də o dəstələr, o adamlar ki, özlərini Azərbaycanı Türk hesab edirlər. Gəlirlər bu hərəkata soxulurlar, raconlar kəsirlər, belə eləməyim, belə eləyim və bu günlərdə də görünür. Ay gedin Kürdünə oturun filan olayın filan. Bunlar ya getməlidirlər öz pasportlarına zadına, DNA'lardan yenidən baxmalıdırlar. Yenidən baxmalıdırlar. Gedib düşmanla oturmaq, boş-boş belə çıqqılı-çıqqılı şeylərlə demək ki, öz millətlərinə qayıtmalıdırlar. Yəni bir dənə mesajıdır ki, Urumiyədə bizim əziz millətimiz göstərdi ki, hətta demək bu adamlar ki, gəlib özlərini Azərbaycana yapışdırırlar bir türlü və bu hərəkatı içindən puç etməyə çalışırlar ki, eləyə bilmədilər. Sənin dediyin ki, o çıqqılı sözü bu millət istəmədi. Qeyri-idarə deyildi. Deyil, hərəkat başqadır. Hərəkatın platformu güneydə başqadır. Ay Rusdan qalmış komünist, aynən İransıyla Fədai İslamdan bir kök, ondan sonra şəriətidən, Xumeynidən, qarma-qarışıq bir şey Məhəmməd Rızadan qatışdırıblar bir dənə yalancı İrancı çıxar. Biz İranlı deyirik. İranlı deyirik biz. Farsın bir farsası deyirik biz. Fars bizə oxşamır. Biz Farsa, Kürdə oxşamırıq. Biz Türküz. Və çağdaş müasir Türküz. Dünya ilə də bazarlıq danışaq. Necə bu günlər Türkiyə dövləti. Balaca Azərbaycan. Necə ki siz də işarə elədiniz, üzülücü məsələ buydu ki, bəzən adım milli faal qoyub, yazar qoyub bu hərəkətdə vardılar. Üzülücü məsələ odur ki, bəzən bu dostlarımız belə bir şeylər dilə gətirdi. Nə olar ki, onlar şadlıq elədilər də. Onlar da bunun o arxasında, dalında olan o düşüncə, siyasi fikir, o torpaq iddiası ki, bunlarda var. O məsələni qurağa qoyub, valla bizlər pis işiyorduk, yəni Türkləri deyirdilər ki, getdi bu aşcan olan əleyhinə. Yəni bunu Clubhouse-da, özəlliklə WhatsApp qrupunda bəzən görünürdü. Etirazlar da olunurdu ki, yox qardaşım, siz necə bir yazarsınız, necə bir düşüncə sahibisiniz ki, bu Kürtlərin iddiayı əraziliğini görmürsünüz. Amma biz ki, haqlı olaraq etiraz kesmişik ki, burada bu torpaqlarda olmaz, bu torpaqlar bağışlanmaz. Bizə özümüzdən olan, demək olar o sap özümüzdən olanlar maalesef bu da üzücü məsələdir. Sayın Əjdər müəllim, Kürt məsələsini ancaq dediyim kimi başqa günlərdə də danışacağıq və siz dediyiniz kimi təhlükədir, bu təhlükəni də biz bilirik. Amma biz Azərbaycan millət də o qədər zəifdir ki, bunu demək olar elə belə ötürsün, qalsın, bu məsələ qabağa getsin, yox. Bunu zamanında, yerində elə Urmu məsələsi kimi başarın Nəcib bunlardan bərxud eləsin. Önəmli danışığımız bu günlərimiz ilə ikinci konumuza keçək. Əjdər müəllim, bu demək olar Trump'ın məsələsidir. Bu Trump məsələsi ki, dövləti yaradanda buna bəziləri deyirlər bir demək olar savaş kabinası qoyur, bəziləri deyirlər yox, Trump bir alverçidir, savaşa girməz. Amma indi görsənən odur ki, çox ciddi bir məsələ yaranır Orta Doğuda, özəlliklə İrana görə bu demək olar o bomb atan arazların, filanların hamısını Orta Doğuya gətirib və İrana bu bir gün içində 3 seri demək olar ixtar verib ki, mən vuracağım, hazırlar. Yəni əgər mənlə danışığa girməsən, razı olmasan mənim dediklərimə, mən səni vuracağım. Bu məsələni nə qədər ciddi alırsınız? İndi bu ay demək ki, Xamenei düşərgəsi Amerika demək ki, istər əmaratın, istərsə bunlar da onların əli ilə ay sevgili məktubları gedib gəlir. Gəlişmiş dünyada baxır. Dünya budur belə imkanlar, bu belə texnika filan. Ay çəkilin, məktub yazmışıq, hardan fırlanacaq, oradan biri də durur götürür. Məktubu orta əsrlərdən nə pis. Kim götürüb məktubu atla, qatırdan gətirib yetirəcək. Elə deyil.
Amerikası deyir ki, Amerikası deyir, dünyanın ağası mənəm. Ağası mənəm. Bu Amerika dövləti deyir, bu şaka deyil. Deyir ki, ağası mənəm. Silə də deyir ki, bax yerini, həddini tanıya. İstəsən oradan Tayvanzad havası başına düşməsin. Odur ki, elə o Barack Obama dönəmində də Barack Obama deyir ki, indi biz gəmilərimizi Çin dənizinə tərəf aparırıq. Dövlətdir bu. Bu bilir 100 ili də gəlir. Ona görə də gördünüz ki, Barack Obama getdi Bin Laden'i çəkildi, o deşikdən çıxartdılar. Pakistanlılar da dedi, o Beytabaddadır. Biz gətirmişik burada. Götürün. Vurun. Və demək ki, Trump da gəldi, dedilər ki, bura bax, atırıb düşmüyor. Nəm Süleymani, gəlir, nəm 6 ölkəni tutub filan. Vurdular, getdi, tikət elədilər, barmağı qaldı. Elədilər katlet. İndi mesela İran adlanan yerdə katlet satanlar da deyirlər ki, katletin adı çəkilsən, tutdular ki, katlet dedi onu. Sonra o birisi nə qayırdı, sonraki nə qayırdı. Biden dönemində gəldilər, nə elədilər? Getdilər Əbu Bəkir Məhəmmədini. Orada çıxartdılar, deşikdən vurdular yeşənlərini. Amerika dövləti planla hərəkət edir. Amerika dövlətinin sən gedəcəksən 444 gün səfiricini tutacaqsan, gedəcəksən Liviyada, gedəcəksən Dəhranda, Səudi Ərəbistanda, bunun səfirliklərini vuracaqsan, bunun dəniz donanmanın adamlarını öldürəcəksən, gedəcəksən Vaşinqtonda, Ağ Evin qabağında həm özün, həm demək ki, Həmas, həm filan bayraq oynadacaqsın, gəlib Ağ Evdə tutacaq. Sən Amerikada, Vaşinqtonda, Vaşinqton ki, 2 dəfə Avropanı qutarıbdır. Birinci, İkinci Dünya Savaşından. Və bu gündə deyir ki, Çin oteldə Xi Jinping gedib səsi də çıxmır. Putinə də deyir ki, qoyaram tavanın üstündə, cılız-vırız edir. Putin deyir, bizim tərəf və mənim tərəfimdə deyir, xeyr, sən dünən bir kəlmədə artıq danışırsan, sən Zelenskiyə nə olur, laf attın. Nə, sən dedin, elə deyil. Ona görə dövlətlər şaxa götürən özü də Amerika dövləti. Ay Putin oturub, Trump oturub orada elə hər şey elə cızmaqara elə, o imzanı belə səhdi, elə deyil. Qanun, hüquq işləyir, dövlət işləyir. Adam da bir dənə söz çıxardı. Ama yəni hər şey Amerika üçün. Bir də sözlər də ortaya atmışdı. Ay demək ki, Kanadadır, ay Meksikadır, ay demək ki, ay Groenlandidir filandır. Və sonrasından Qəzza, dedim, bu adam bir sözü deyir, əvvəl ortaya atır. Sonrasından bazarı qızışdırır. Oradan siyasət adam filan. Deyəcəm, bu nə ilə məşğul? Deyən görəcək. Və öz xeyrini, Amerikanın xeyrini. Amma Tehran rejiminə gəldikcə, yəni Tehran rejiminə gəldikcə, qol qanatın hər tərəfdən vurdu. Hər tərəfdən vurdu. İstər demək ki, Qəzzədə, istər ki, demək, hansı silahlardan İsrail vurdu. Bu neçə aylardır, ili də keçdi. Bu İsrail elə vurur, xəşləyir, gedir. Biri demir ki, bu pullar hardan gəldi. Və bu silahlar nə? Amerika açıb oradan, demək ki, Biden'i olsun, Trump'ı olsun, gəlir. Yəni, bunun qorumağının demək ki, missiyasını götürübdür. İsrail də demək ki, Amerika, Tehran rejimi də boynuna düşür. Yox, bu İsraili və bu Yahud millətinin hamısını öldürəcək. Bir dənəsinə də deyir, rəhm eləməyəcək. Almaniyada Hitler görmədici işi biz görəcək. Bu cür kəllələrlə. Siz gör, ərəblər gedib işlərinin dalayacaq. Yəni, İbrahim demək ki, o layihəsini yerinə yetirirlər. Bunlar düşüb orada və burada tələdədirlər. Ona görə də bu günləri Amerika danışıq nədən ibarətdir? Yəni, deyəcək ki, sən hər şey var, necə ki, Xumeyninin demək ki, o əlinə verdilər, o zəhər badəsini içirtdilər, ondan da o deyir da. İndi deyir ki, mən həbsini istəyəm bu İran adlanan yerin, həbsini, hamısını istəyirəm. Hamısını istəyirəm. Nəfti ilə, petrolu ilə, hər nə ilə, necə ki, 20 milyar Rusiya ilə, 25 milyar Çin ilə, 20 milyar, 25 milyar söhbətin deyir, hamısını istəyir. Ukraynada istəyirsən nəfəs çəkəsən, istəyirsən abırlı qalasan oradan. Ay Putin, məhv olmayasan, bilirlər, hamısını demirlər axı. Ona görə bu İran adlanan yerdə dimdiyi çək, keçmiş dönəmdə necə çıxdın Tehranın əleyhinə, mandat qəbul elədin, demək ki, oy qəbul elədin Tehranın əleyhinə. Ona görə o 5+1-də, indi də çək dimdiyi otur yerində. O da ona görə ki, Lavrov da gəlir de, bura bax, yığışdırın əl-ayağızı, bunlar vuracaq. Aynən də füzə söhbəti eləməyəcəyik, təhsə nəm nüvə silahı, nəm nə filan, elə deyil. Bu günləri Diego Garcia'da, o Kaçada, orada demək, çıxarıq İngiltərəni qurarıq. Siz yərizi qapacaqsınız, İngiltərəni qapacaqsınız. Səni gətirən, mallanı gətirən, mollanı filana bu İngiltərə. Sən duracaqsan, indiki onları qapacaqsan, İngiltərəni, indiki də özdə durumda. Elə söhbət yoxdur axı.
Ay vurarıq, nəm demək ki, əli o yağdırarıq, göylərdən ot yağacaq, göylər elə boş-boş söhbətdir. O dəmir dümür də ki, biraz yığmışdınız, İsrail də göstərdi. Gəldi, belə vurdu ki, sonuncu dəfə. Hələ onun səsi neçə aylar sonra çıxdı, xarab eləyib, bərbad eləyib. Gəldi gözlüğün qabağında Turquzabadı kim tanıyırdı Tehranın yanında Turquzabadı var. Boşaltdılar, sənədləri tonlarla yüklədilər və sonra da nə etdilər? Elə yolun ortasında vurdular o alimləri, üzüdünlə filan hamısını deşik-deşik Fəxrabaddan həm kimsədən getdilər də. İndi də bu Trump ki deyir ki, bununla bu Xameneyi deyir. Əgər kilsə ilə də danışıq olsa belə, bax bu adamla, bu Trump'la olmaz. Bunu öldürəcək, bu Süleymanı öldürür. Deyin də. Əm deyə bildiniz ki, onun saçı bir ara daranıb, o yana daranıb, altından ne var. Önləri Trump elə göstərir, dedi, altındakı da əsil tüydür. Deyin də bir. Aslan şuar ölüm olsun. Amerikanı 40 yıldan sonra bunlar kaldırdılar, götürdülər. İndi vaxtı gəlib. Nə demək ki, əkmişdilər, indi vaxtı gəlib. Niyə? Çünki İran adlanan yerdə də o Xumeyni, Seyyidullah Xumeyni euforiyası yaratmışdılar Batı dünyası filan filan. Məhəmməd Rıza ipə sapa yatmırdı, biraz demək ki filan neydi. Bölgədə başqa oyun gedirdi. İndi demək ki başqa məsələ vardı. Başqa məsələ var. Bu adamda deyir ki, vaxtıdır ki bu Amerikanın egemenliği qoyulmalıdır. Buna tabi olmalısınız. Və bu günləri İran adlanan yerdə bu millətlər sizi yiyəcək. İnsanlar sizi yeməyə hazırdılar. Hər zaman da belə olub. Batı dünyası, emperyalist dövlət, hər nalı qoysan qoyaq. Baxıb görəndə ki, bir ölkənin daxilində adamın ki, qanı halal olub, rejimin, hakimiyyətin, hər nəyin qanı halaldır, onda deyir, indi vaxtıdır. İndi hesab kitabın vaxtıdır, çökəni gətirin. Onda deyir ki, bax, sən vaxtında mənim səfirligimə hücum elədin, İngiltərə səfirliginin duvarından hatıradın, Dəhranda belə bomba qoydun, Çilidə getdiniz orada filan bomba qoydular, Arjantinada, ondan sonra Ağ evin qabağında gəldiniz belə meydan. Hamısın bir dənə, bunlar da bilir, odur Xameneyidir, bunlar bu şeysə dalında çox şeylər istəyəcək. Ondan demək ki, rejimin öz içindən necə ki, Sayın Araz bəy, bu günlərdə baxın, özün içindən gəmi deşilib, hamı qaçır. Hamı başlayıb indi nəsiyyət verməyə. Hamı başlayıb indi, Xameneyi istefa verdi. Xameneyi qulağının dibində. Naharda bir məktub yazıb adam, məhkəmə çağırıb, bu nədir yazıbsan? Deyib, yox ki, bəsdir. İkincisində axşam çağız yazılır. Öz ədəmi sağ əlləri, əsas keçmiş radyo televizyonun keçmiş sədri çıxıb deyir ki, ey millət, qorxmun, təhsək yol budur ki, hamılıqan çıxayın xiyabana, meydanlara. Bu rejimin öz adamı, əsas Xameneyinin adamı. Bir dənə içində zindanın içindən, çölündən filanla və millətlər. Amma bura bir məsələ gəldi ki, sən gələcəksən burada. Azərbaycan türkünü belə göstərəcəksən ki, bu çəpişkanı orta attıları, bu adı nədir, Pezeşkiyanı, adaday demək ki, adaday demək ki, Azərbaycan türkü də, Azərbaycan da bunların bu rejimindən bir cür bəhrələnmiş. Hey, sən cinayətkarsınız siz. Azərbaycanda qan dökübsünüz. Həm Pəhləvi sülaləsi, həm siz lahəlisiniz. Lahə demək ki, məhkəməsində oturmalısınız. Azərbaycan türkü sizin hər ikiniz məhkəməyə verməlidir. Yoxsa da, yox, bu rejimlə, bizim bu rejimlə heç oxşarlığımız heç vaxt olmayıb, olmayacaq da. Təbrizdə yapdığı cinayətlər, Xumeyninin də, Bəni Sədrin də, onunla qaban Məhəmməd Rızanın da, bu millət bilir hamısını. İndi gəliblər belə göstərəcəklər ki, bəzi vaxtlar bu Kürdlərdən də biri də çıxıb yazırlar. Hatta bə görmürüz də, Xameneyin də gətirdiyi sandıqdan çıxartdığı adam, bu nə deyirsiniz, Puzbəndiyan da Türkdür da, Türkdür. Harada bu Puzbəndiyan Türk millətinin xeyrinə 8 dənə 6 beyt ya 8 beyt cəmi cümlətani, onu da qələt ilə. Şəhriyardan şeir oxuyub bu həyatında. 45 il bu nizama, bu sistemə hizmət veribdir. İndi rejim istəyir ki, öz murdarlıqlarını gətirə bu Türkiyə yapışdıracaq, yapışmadı. Urumiyədə millət gördülərdi, o imamcimiyə göstərdi millət münasibətini. Amma Amerika hesabı çəkəcək. Bu tarixdir, bunu mən özümdən çıxartmıram ki. Bu Amerika, o demək ki, Orta Doğudan bunların dindiklərini qırıb, çıxardıbdır. İndi heç əl də çəkmir. Dünənləri gördünüz, Beyrutun içində getdi, vurdu, Haması da orada öldürdü. Yəni, Beyruta da deyir ki, Amerikada, İsraildə, gəlin biz sizi bu Tehran rejimin əlindən qurtaraq. Onlar deyək, qurtarın da bizi. İraq da deyir. İsrail gün deyirlər ki, həşədir, şəhəbi ləğv olunmalıdır. Tehran rejimində yox. Amerika da deyir, hamı da. İraq dövlətdə qalıb.
və getdikcə bunların da hamısını təmizləyirlər. İraqda da, Livanda da. Ya dünənə kimi çəkilin Housiler gəldin, Housi bağışlayın Hamas. Hamas yalvarır indi Amerika gəl bizi qutar. Gəl bizi qutar. Niyə? Qəzzənin içində İsrail gün gördünüz da. Qəzzəlilər şimdiyə kimi canları burasındaydı. Yahya Sinvar zindanların içində. Mən keçən sənə bütün zaman hamısında televizyonlarda deyirdim. Yahya Sinvar zindanların içində Filistinliləri öldürürdü, əli ilə boğurdu. Nə vardı ki, Hamasın otoritəsini Qəzzədə otursun, öz cinayətlərini, özlərinin varlanmaları, milyardlar talanmaları Tehrandan əl-ələ. İndi da Filistində, Qəzzədə gördünüz dünən İsrail gün o millət durub çıxır ki, qutarın bizi, biz bunları istəmirik, canımız qadada gəldi, uşaqlarımız qurtardı filan filan. Amma yenə də haya eləməyib Hamas, gedib dünənləri 5 nəfər orada Filistinli çəkib aparıb, gizlində öldürüb və dünənki İsrail günkü söhbətlər də budur, yumuşaqlıq göstərir ki, İsraillə danışa atəşkəs oldu, yenə biz gedək daraşa bu Hamasın demək ki, Qəzzədə Filistinlərin canına, yəni Hamas arasın bunların canına, öz o millətin canına. Niyə? Yahya Sinvar da, Həniyyə də, onunla hamısı deyirdilər ki, külli Qəzzə cəmaatı qırılsa da eybi yoxdur, Hamas qalmalıdır, Hamas. Hamas qalmalıdır öz terror əməllərini. İndi Filistinlilər özləri deyir ki, biz bunlardan qutaraq. Necə ki, ərəb milləti bunlardan imtina etmiş, dedilər Tehran rejimin bunlar əl-hazatlarıdır. Həm demək Hizbullah, hamı günləri Livanda və ərəb dünyasında şükür edirlər terörist Şeyx Nəsrullanın əlindən qurtardı. Və bu günlər demək ki, Filistindən, indi Qəzzədəkilər durublar, yalvarırlar ki, Amerika da dünyanın kimi deyirdi ki, atəşkəs olsun, bu gün deyir ki, İsrail əcəb edir. Livanda deyirlər, atəşkəs olsun, İsrail əcəb edir. Və görünür ki, təmizləyib gedirlər hara? Housiləri də, dünənə kimin Housilər bir dənə füzə qaldıranda ki, İsrailə tərəf, İsraillər tez uçaqları göndərdə gedin vurun. Özlə nə qədər uzaq yol onun demək ki, benzini filanı. Amma indi nədir? Trump deyir ki, siz hövsələ ediyor. İsraildə sakit oturun,